sabah, yəni may ayının 26-sı, Zilhiccə ayının 9-u Ərəfə günüdür. Ərəfə günü Qurban Bayramından bir gün öncəki günə deyilir. Ərəfə sözü tanımaq, dərk etmək mənalarını ifadə edir. Ərəfə günü ilin savab və fəzilət baxımından ən əhəmiyyətə malik olan günlərindən biridir. Ərəfə gününün özünün xüsusi əməlləri var. İlk öncə qüsl almaq, 2. Oruc olmaq. O tutulan oruc insanın keçmişdə etdiyi günahların bağışlanmasına səbəb olar. 3. İmam Hüseyin əleyhissalamı ziyarət etmək. 4. Əsr namazından sonra açıq səmada 2 rəkət namaz qıldıqdan sonra Ərəfə duasını oxumaq. Namazın qılınış qaydası: birinci rəkətdə Fatihə surəsindən sonra İxlas surəsi, ikinci rəkətdə Fatihə surəsindən sonra Kafirun surəsi. Əgər bir nəfər Kafirun surəsini bilmirsə, elə İxlas surəsini ikinci rəkətdə də oxuya bilər. Və bir sözlə Ərəfə günü tövbə etmək, istiğfar etmək, Allahdan yalvararaq etdiyi günahları bağışlanmasını diləməsi tövsiyə edilir. Allahdan diləyək, Allah bizi Ərəfə gününün əməllərini icra etməyə müvəffəq olan bəndələrindən qərar versin. Mehriban və bağışlayan Allahın adıyla. Bildiyimiz kimi sabah, yəni may ayının 26-sı, Zilhiccə ayının 9-u Ərəfə günüdür. Ərəfə günü Qurban Bayramından bir gün öncəki günə deyilir. Ərəfə sözü tanımaq, dərk etmək mənalarını ifadə edir. Ərəfə günü ilin savab və fəzilət baxımından ən əhəmiyyətə malik olan günlərindən biridir. Ərəfə gününün özünün xüsusi əməlləri var. İlk öncə qüsl almaq, 2. Oruc olmaq. O tutulan oruc insanın keçmişdə etdiyi günahların bağışlanmasına səbəb olar. 3. İmam Hüseyin əleyhissalamı ziyarət etmək. 4. Əsr namazından sonra açıq səmada 2 rəkət namaz qıldıqdan sonra Ərəfə duasını oxumaq. Namazın qılınış qaydası: birinci rəkətdə Fatihə surəsindən sonra İxlas surəsi, ikinci rəkətdə Fatihə surəsindən sonra Kafirun surəsi. Əgər bir nəfər Kafirun surəsini bilmirsə, elə İxlas surəsini ikinci rəkətdə də oxuya bilər. Və bir sözlə Ərəfə günü tövbə etmək, istiğfar etmək, Allahdan yalvararaq etdiyi günahları bağışlanmasını diləməsi tövsiyə edilir. Allahdan diləyək, Allah bizi Ərəfə gününün əməllərini icra etməyə